Crowdfunding haqqında qanun layihəsi sadəcə növbəti hüquqi sənəd deyil. Əgər bu sahə bürokratik əngəllərə, inzibati süründürməçiliyə və bazarda müəyyən təcrübəsi olanların yaratdığı inhisarçılığa qurban verilməzsə, bu qanun ölkəmizin rəqəmsal iqtisadiyyat ekosistemində, xüsusilə startapların və kiçik sahibkarlığın maliyyələşməsində inqilabi dönüşün hüquqi bazasını qoyacaq. Hamımıza məlumdur ki, yaxşı ideyası olan gənclərimiz və startaplarımız bankdan kredit almaq istəyəndə ağır girov tələbləri və yüksək faizlərlə üzləşir. Bu qanun isə onlara rəqəmsal platformalar vasitəsilə birbaşa insanlardan və investorlardan vəsait toplamaq, öz ideyalarını həyata keçirmək üçün lazım olan alternativ maliyyə imkanlarını yaradır və bu çox gözəldir. Bu qanunun qəbulu ilə kapital bazarlarına çıxış daha əlçatan olur. Ümid edirəm ki, bu sahəyə həqiqətən də sərbəstlik veriləcək, əlavə maneələr yaradılmayacaq və sağlam rəqabət təmin olunacaq. Belə olan halda artıq təkcə böyük şirkətlər və imkanlı investorlar deyil, cibində cəmi 100 manatı olan vətəndaş da perspektivli bir startapa yatırım edə biləcək. Onun inkişafında pay sahibi ola biləcək. Bu, həm insanların yığımlarının iqtisadiyyata cəlb olunmasına, həm də yeni ideyaların daha sürətlə reallaşmasına ciddi töhfə verəcək. Bunun üçün də bugündən hər bir kəs səfərbər olaraq maarifləndirmə işlərinə başlamalıdır. Çünki cəmiyyətimizin bu sahədə bilik və məlumat səviyyəsi hələ də çox aşağıdır. İnsanlar həm imkanları, həm də riskləri düzgün başa düşməlidir ki, düzgün qərar verə bilsin. Layihənin müsbət cəhətləri çoxdur. Layihədə həm pay müqabilində, həm də borc şəklində vəsait toplamaq imkanı nəzərdə olması yaxşıdır. Eyni zamanda investorların vəsaitinin qorunması, məlumatların açıq şəkildə təqdim edilməsi və mümkün risklər barədə əvvəlcədən xəbərdarlıq edilməsi kimi vacib qaydalar da qanunda öz əksini tapıb və bu da çox yaxşıdır. Amma bir narahatlığı da deməliyik. Bu qanun həddindən artıq bürokratik tətbiq olunsa, məqsədlərinə çatmayacaq. Əgər platforma yaratmaq üçün aylarla icazə gözləmək, çoxsaylı sənəd toplamaq, hər xırda dəyişiklik üçün ağır prosedur keçmək lazım olacaqsa, bu sahə inkişaf edə bilməz. Crowdfundingin ruhu çeviklikdir. Startupın vaxtı yoxdur. İdeya bugün aktualdırsa, maliyyə də bugün tapılmalıdır. Deməyim odur ki, ən azı bu sahədə fəaliyyətə başlamaq istəyənlər üçün qeydiyyat prosesi mümkün qədər sadə olmalıdır. İlkin mərhələdə müəyyən səhvlərin olması qaçılmazdır, çünki bu sahədə təcrübəmiz hələ yoxdur. Ona görə də bazara giriş üçün imkan yaradılmalı, sonraki mərhələdə isə təbii seçilmə prosesi getməlidir. Eyni zamanda Mərkəzi Bank tərəfindən ciddi nəzarət həyata keçiriləcək ki, dərducular və maliyyə fırıldaqçıları insanların maliyyə savadsızlığından istifadə edərək onları da aldatmasın. Ona görə də təklifim budur ki, qanunun icrasında 3 əsas prinsip rəhbər tutulsun. Sadə qeydiyyat, şəffaf nəzarət və investorların maarifləndirilməsi. İnsan bilməlidir ki, crowdfunding bank əmanəti deyil, burada risk də var, amma eyni zamanda yüksək gəlir əldə etmək imkanı da.